uşaqlar biz gələcəkdə inşallah ki, sizin valideynləriniz, babalar, nənələr, atanız, analarınız, hamımız evlərimizdə söhbətlər olur, kəndimizə qayıtmaq, rayonumuza qayıtmaq, orada yaşamaq məqsədi hər kəsin ürəyində bir arzudur. Həm də ki, biz ora qayıdandan sonra biz, siz uşaqlar nə edəsiniz, nə işlə məşğul olmalısınız. Yəni bu barədə biz sizə biraz dəstək olmağa gəldik. Gəldik ki, biz sizin biraz, nə bilim, bir istedad aşmayaq. İstedad belə bir şeydir ki, amma ben gəlmə adama vergi kimi olmur. Yəni ki, bu vergi kimi gəlmir. İstedad insan, uşaqlar öz üzərində çalışdıqca aşılan, böyüyür, çoxalır. Mesela bir de Jale kim? Jale'nin tanrısınız da tanrısınız. Jale kim? Jale görürsünüz. Çok güzel bir ressam olur. Yani tam ressam değil ama çok büyük kabiliyeti olur. Bak bu kabiliyetlerin sizde de olacaktır. Yani bizi bura cəlb eləyən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Həmin Mədəniyyət Nazirliyi birbaşa o lövhədən oxuya bilərsiniz. İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət və yaradıcı sənayənin kreativ və inovativ inkişafına dair tövsiyələr. Yəni, həmin o ki, var ki, əl işləri sizə maraq yaradar, sizə kömək eləyər, sizə gələcəkdə sərgilərdə iştirakınızı təmin eləyər və siz rayonumuza, Quşçu kəndinə qaydanda hər birinizin orada məşğulluğunuz olsun. O məşğulluq tək sizə o yaradıcılıq gətirmir. Yəni, eyni zamanda sizə gəlir gətirəcəkdir. Yəni, o əl işlərini sata biləsiniz. Şimdi məndən sonra müəllimələr burada çıxış eləyəcəklər. Zülfiyə müəllimə Mərdəkanda 181 saylı tam orta məktəbdə müəlliməsidir. Yəni, sırf uşaqlarla işləyir. Onun uşaqlarla iş təcrübəsi məndən çox böyükdür. Yəni, bax belə. Yəni, sizin də ola bilsin ki, hansısa bir marağınız ola bilər. Marağınız ola bilər, baxıl stolların üzərindəki görürsünüz. O, foto şəkil deyirlər, onlar hamısı əl işləridir. Bunu sizin hər biriniz bacara bilirsiniz. Hər biriniz bunu deyək ki, bacara bilməyən bir uşaq yoxdur. Sadəcə tənbəl uşaqlar, istəməyən, işləməyən, belə uşaqlar var. Kim istəyərsə bunu eləyəcəkdir. Bundan sonraki dövrdə siz öz müəllimlərinizlə, əgər siz də istəsəniz ki, hər işləriniz olsun, o hər işlərinizi siz gətirib hansısa sərgilərdə getir çıxış eləyə bilərsiniz. Siz müəllimləriniz vasitəsilə, valideynləriniz vasitəsilə məni tapa bilərsiniz, məni tapasınız. Yəni, mən sizə dəstək olacaq. Ona görə də mən çox danışıb sizi yormuram. Mən sözü Zülfiyə müəlliməyə verirəm. Bundan sonra Zülfiyə müəllimə sizinlə söhbət edəcək. Sonra bizim başqa müəllimlərimiz də var. Sonra da buradan duranda, yəni buradan çıxanda bizim burada çay qoymuşuq, süfrəmiz var. Bu, mən sizə deyim ki, bütün böyük tədbirlərdə, gələcəkdən siz böyüyəndə çox tədbirlərdə iştirak edəsiniz və orada da belədir. Məsələn, götürürsən bir çay, məsələn, bir pirojnadır götürürsən və yaxud bir kökədir götürürsən, gecə dostlarına söhbət edirsən, danışırsan, həm də çay içirsən, o da bir məşğul. Buyurun mənim. Əziz şagirdlər, mənim üçün çox xoşdur sizlərlə söhbət etmək. Mən özüm də orta məktəb müəllimiyəm. Bugün də sizinlə bəzi şeylərin haqqında bölüşmək istəyirəm. Tarix müəllim bir çox məlumatları verdi sizə. Bəzilərini də mən sizə məlumat vermək istəyirəm. Bax, hər birinizin absurd vaxtları olur. Müasir dövrümüzdə necə sizə və onu qeyd edirik. Əlinizdən telefon düşmür. Mən də bir müəllimə, bizim də yaralı yerimizdir. Sinirlərimizə toxunur bəzi hallarda. Uşaqların əlindən telefon düşmür və uşaqlar get-gedə fiziksel olaraq daha şişmanlamaya doğru gedirlər. Onlar bilirsiniz, hamısı neydən irəli gəlir? Oturaq həyat keçirməkdən irəli gəlir. Bizim ancaq telefonlar başımıza o qədər qatıb ki, ancaq özümüzü orada görə bilirik. Ancaq orada nələrsə biz axtara bilirik.
Amma biz daha maraqlı, daha gözəl işlərlə, daha səmərəli işlərlə, gəl Xələnə, gəl. Daha maraqlı və daha gözəl işlər və hətta biz bunu pul da belə qazana bilərik. Bilirsiniz, zəhmət olmasa. Daha maraqlı işlərə görə bilərik. Misal üçün, bax, sizin gözünüzü oxşayan, gəl, mən burada danışım, gəl. Bax, sizin uşaqlar gözünüzü oxşayan mən belə bir şeyim. Bax, bu əl işləri ki var. Bax, bu əl işləri siz bunu hazırlaya bilərsiniz. Deyirsiniz ki, ay müəllimə, siz necə bunu hazırlayıb, bunu mənim üçün kimsə yönətmə lazımdır. Bağlanması üçün krючoklar lazımdır, troslar lazımdır, hansı ki o qırılmayan materialdır, halqalar lazımdır, bir də aksesuarlar lazımdır ki, o da sizin zövqünüzü oxşayan bir şeylər. Necə istəyirsiniz, nə rəngi istəyirsiniz, seçim sizindir, o sizin iç dünyadızdır ki, mən bu rəngi istəyirəm. Yəqin ki, siz rəsm keçmişsiniz, rənglərin də dünyası var, bilirsiniz, isti soyuq rənglər var. Sonra insanları psixoloji tərəfdən insanları sakitləşdirən rənglər var, çılğın rənglər var, hansı rənglərdən, hansı necə istifadə var. Bunu rəsm müəllimlərimizin daha yaxından tanış ola bilərsiniz. Biz bugünlər bunun hazırlanma qaydasını mən sizə göstərirəm ki, deməli, bir də bizə lazım olan şey kəlbətinlərdir ki, hansı ki, kiçik kəlbətinlərdir, ölçüləri bundan böyük olmurlar və 3-4 ədəd kəlbətindir. Və bunlarla istədiyimiz trosu, ölçünü istədiyimiz qədər kəsirik. Ölçünü götürən zamanda əlimizi belə tutmaq və hər iki tərəfi bura qədər, yəni əlimizin bu iç hissəsi yoxdur, bura qədər ölçürük. Və həmin ölçüdən istədiyiniz mövcudlar, təbii daşlar da ola bilər və yaxud da süni daşlar da ola bilər və onları istədiyimiz formada yığa bilirik. Siz YouTube-dan da yararlana bilərsiniz, YouTube-da da kifayət qədər var, onların hazırlanması, yığılması və yetərlidir. Və yaxud da ki, burada digər görə bilirsiniz, çox sadə, çox asan, inanın ki, yəni bunun hazırlanması 5 dəqiqə cəmi bizim vaxtımızdır, maksimal dərəcədə. Zəncirdir, trosdur, krючoklardır və bir də ki, bağlanmaq üçün bu hissələrin sıxılmasıdır və təbii ki, muncuqlardır. Hətta istifadə eləmədiyimiz, olur bəzi o giyimlərin üzərində bəzi aksesuarlar var, muncuqlar var. Yəni, bax, onlardan da xoşunuza gəlmiş söküb çıxardırsınız, onları atmayın. Siz onlara yeni həyat verilmiş olursunuz. O bəzən deyir ki, yeni bir nəfəs verir onlara, nələrsə hazırladır. Və bir də görürsünüz ki, nədənsə nələrsə hazırlamışsınız. Və yaxud da stolun üzərində gördüyünüz, bax o görürsünüz, tabloları görürsünüz. Onların hər biri uşaqlar bir yığılır xüsusi maqqaşlarla və yaxud da ki, hazırlanacaq uçqa kimi bir şeylərdir. Həmin onlarla bir yığılır və nəticədə elə bir şeylər hazırlanır. Və sonradan da siz bunu təbii ki, bagetlənməyə gedir. Bagetlənmə bilirsiniz nədir? Baget uşaqlar, onun çərçivələnməsi, yəni o şişəyə salınması, səliqəli hala gətirilməsi bagetlənmə deyil. Və biz onu bagetlənməyə veririk. Bax, mən onun yerini deyə bilərəm sizə, ana heykəli yoxdur Xətayda. Onun yanında bütün rəssamlar orada gəlir, bagetlənmə işlərini orada aparırlar. Xətayda yerləşir, bagetlənməyə verirsiniz və belə gözəl, səliqəli şəkildə əl işlərinizi götürürsünüz. Deyə bilərsiniz ki, yaxşı, biz bunu hazırladıq, ay müəllimə, yaxşı, bu qədər əmək sərf elədik və sonra. Sonrası da qalır, yəni sizin öz beyninizin, belə deyək, təfəkkürünüzün tərəfinə qalır ki, onu nə edəcəksiniz? Satışını təmin edə bilərsiniz. Online satışlar edə bilirsiniz. Daha sonra sərgilər keçirilir. Uşaqlar, bax, belə sahələrdə telefonlardan istifadə edir. Yoxsa boş-boşuna kim kimi öldürdü, kim kimi gülməli hadisələr oldu, nə bilim nə oldu. Bunlar sizin vaxtınızı aparır. Və bütün bunlar bizim genofonumuza uşaqlar, bunlar ziyanlıdır, bizə zədə vururlar. Ona görə uşaqlar bu qədər aqressivlər, ona görə bugünkü gündə uşaqlara yaxın durmaq qeyri-mümkündür. Birinin biri ayağını tapdalayanda az qalır ki, adamı öldürsün. Uşaqlar, bu yaxşı bir şeydir. Biz heç kimə can verməmişik ki, kiminsə canını alaq. Bax, belə bir şeylərlə başlarınızı qatırın, belə bir şeylərlə məşğul olun. Kimisə vurmaq, kimisə öldürmək, kimisə yıxmaq, bu elə bilmək ki, sizə bir şərəf gətirir, sizə bir şan gətirir. Həmən ki, kimisə vurdum ki, böyük iş görür. Sən daha utanmalısan ki, mən öz soydaşıma əl qaldırmış olurum. Amma oturub hansı bir işlə məşğul olanda, hansı bir kreativ bir şeylər düşünürsünüz və nəticə etibarilə daha gözəl bir
şeyler hazırlayırsınız, gördüyünüz işdən də zövq alırsınız. Bax, sizin bir çoxlarınız, yəqin 9-cu sinifdə bəlkə 1-2 nəfər olur, 9-dan var burada uşaqlar. Bax, artıq bir həftə sonra bilməm imtahan verəcəksiniz. Hər birinizi uğur arzulayıram inşallah. Və hansı sahədə istəyirsinizsə, sizin hər birinizi orada görmək bizi çox xoş olar. Mən çox istəyirəm ki, millətimizə, torpağımıza, vətənimizə layiqli vətəndaş olaraq yetişəsiniz. Yoxsa kör-körana, gününüzü boş keçirməklə deyil uşaqlar. Siz qrup halında da yığıla bilərsiniz. 2-3 qızlar yığıb nələrsə hazırlaya bilərsiniz və öz aralarınızda onun satışını təmin edə bilərsiniz. Və yaxud da ki, nə bilim kimisə evdə aksesuarları var, nələrsə hazırlaya bilərsiniz. Yetər ki, neylənsə məşğul olmuş alın. Asudə vaxtınızı boş-boşuna keçirməyin. Deməyin ki, boş-boş sözlərdə danışır. Yox, vallahi elə deyil. Biraz çətin olacaq birinci gün, ikinci gün biraz səbir tələb edəcəksiniz sizdə. Amma sonra özünüz istəyəcəksiniz bunun hazırlanması. Bu olmayacaq başqa bir şeydir. Bax, görürsünüz, nəsə, bax, belə bir aksesuar hazırlamış. Elə də bir şeydir. Sadəcə bizdə burada riyaziyyat tələb edir. Yəni, burada sayı, hər bir şey saylanır. Bizə lazım olan bir şey, Rusça mən bir amanı, leska deyirlər. Balıq tutmalı. Deməli, onu amma Rusça jılka deyirik və leska da deyik. Bax, həmin olur. Məsələn, mən Azərbaycan damat sevim, mən onu bilməzdim, müəllimə dedi. Siz bilirdiniz Azərbaycan jurnalını? Rusça, hamı jılka, hə. Bu elə mən o cümlədə deyim ki, Azərbaycan dilinə adı biləsiniz ki, tamam. O götürülür və böyük muncuqlar götürülür və burada saydır. Müəyyən 12 ədəd sayılır, möhkəm bağlanır və daha sonra 2 dənədən 1, 5, toplam 5 olmalıdır. Burada bir yanlışlığı əgər biz yol versək, istədiyimizi ala bilməyəcək. Nəticə etibarilə ya bu əyiləcək, bir tərəf belə olacaq, bir tərəf belə olacaq və istədiyimizi ala bilməyəcək. Yəni, say etibarını gətirib çıxardaq kənarlarında da yenə sonda bağlayırıq, düyünlərini möhkəm olub və spiçka ilə kilitlə yandırırıq onu ki, möhkəmliyini təmin edilsin deyə. Mənim deyəcəklərim bu qədər. Mən istəyirəm ki, Xalidə müəlliməyə də söz verim. İnşallah düşünürəm ki, arxiv torpaqlarımız işğaldan azad olub, müəyyən düzü problemlər yaşayırıq. Gələcəkdə hər birimiz öz yurdumuzda, yəqin Quşçular kəndində hərənin özünün bir emalatxanası olsun. Hərənin özünün, burada əyləşən bu şagirdlər varsınız, hərəmizin bir emalatxanamız olsun və hərəmizin bir neçə işçiləri olsun ki, siz bu sahədə daha da irəliləri gedə biləsiniz və bizim bu sözlərimizi xatırlayasınız. Hər birinizə uğur arzulayıram və sizi burada görməkdə mənim üçün çox xoş oldu, çox məmnunluq hissi duydum. Təkrarçılıq olmasın, 9-dan bir həftə sonra imtahandadır, zehn açıqlığı arzulayıram sizə. Maksimum dərəcədə təhsildən möhkəm yapışın. Mən söz istəyirəm, Xalidə müəllimə verim, siz olsun. Hər birinizin uğurlar arzulayıram uşaqlar. Ümumiyyətlə, bu əl işləridir, işədir. Hər birinizin içində bir potensial var, bundan əminəm. Düşünürəm ki, aramızda bir maraqlı olan şagirdlərimiz də var. Yəni, bunlar xüsusi istedad tələb eləmir, sadəcə maraq verir. Müəyyən bir maraqınız olarsa, burada uğur qazana bilərsiniz. Kiçik yaşlarınızdan şəxsi biznesinizi qura bilərsiniz. Kiçik yaşlarınızdan müəyyən bir addımlarla uğur qazana bilərsiniz. Belə gündə bizim əslində kiçik bir qol vardır. Bunu hazırlamaq üçün bizim böyük bir maddiyyata ehtiyacımız yoxdur. Yəqin ki, hamınız çıxırsınız da bir muncuqlardır. Çox ucuz günlükdə satılan bir şeylərdir. Amma bunlar insanın ruhunu yenir. İnsan bunlarla məşğul olanda sakitləşir, əsəbləri sakitləşir. Əminəm ki, içinizdə hamınızın da belə bir məşğuliyyətlərə ehtiyacı var. Özünüz üçün belə bir məşğuliyyətlər bulun. Özünüzü kəşf edin ki, siz boş vaxtlarınızda nə ilə məşğul olanda bu günlərində sakitləşirsiniz, huzur tapırsınız. Bu ola bilər, məsələn, bəziləriniz çoxlu kitab oxumaqla, mütaliələr etməklə, bəziləriniz əl işləri hazırlamaqla, bəziləriniz rəsm çəkməklə. Siz özünüzü artıq kəşf etmək yönəldiniz. 8-ci, 9-cu sinifdə uşaqlar artıq belə deyirlər, bilirlər ki, mən gələcəkdə nə olmaq istəyirəm. Şərt deyil ki, biz gələcəyimizi bu sahə üzrə yönləndirək. İmini rəssam olaq, imini emalatxanamız olsun. Şərt bu deyil. Şərt odur ki, biz boş vaxtlarımızı necə dəyərləndirək.
Ümid edirəm ki, hamımız üçün uğurlu olacaq bu tədbir. Mən heç adını da bilmirdim. Sizin kimi kiçik yaşlardan nəsə düzəltməyə, nədənsə nəsə yaratmağa, bəlkə də özümü tapmağa can atmışam həmişə. Bilirəm ki, sizin də içinizdə, hamının içində, yəni necə deyim, hər kəsin bir özünə məxsus hissləri var ki, hər kəs özünü bir peşədə tapır. Xəlqin mənim sözünə qüvvət, nə bilim, kitab oxumaq olar, rəsm ola bilər bu, film seyrin, yəni gözəl bir tarixi film seyr edə bilərsiniz və s. Ancaq əsasıdır ki, özünüzü tapasınız. Yəni, bir də nəyi demək istəyirəm, biraz həyecanlıyam, üzrünü sayın. Yəni, peşə öyrənmək, elm öyrənməyə, bilirəm ki, dərslərinizi daha çox üstünlük verirsiniz, yəni ona mane olmur, əksinə ona dəstək olur. Niyə? Çünki peşə ilə məşğul olanda, o aldığın xoş enerji ilə, güc ki toplayırsan, enerji alırsan, onu dərsə yönləndirirsən. Yəni, o daha gözəl olur. Bir də ki, indiki texnoloji dövrdə, hansı ki, telefondur, kompüterdir, bunlar sizə, yəni, düzdür, informasiya alırsınız, daha bilikli olursunuz, ancaq eyni zamanda mənfi tərəfləri də var. Yəni, çox istəyərdim ki, telefondan aldığınız informasiyalar, necə ki, bir-birinizə ötürürsünüz, bulaşıcı olur, onun yerinə, əksinə, bir-birinizə peşə ötürəsiniz, peşəyə həvəsi ötürəsiniz. Yəni, bu bulaşıcı olsun, bəlkə onda dünyamız daha gözəl olar, enerjiniz yenilənər, həyatınız gözəl olar. Bu qədər. Sizə, nə bilim, dərslərinizdə, sonraki həyatınızda uğurlar arzulayıram. İnşallah ki, hər şey könlünüz yoxdur. İndi bəlkə uşaqların özlərindən nəsə arzularından demək istəyirdim, söz verəsiniz. Var, kimlərsə var. Bizə də xoş olar ki, hərən bir ürək sözlərimizi var. Biz burada danışdıq. Kimdə nə təəssürat yarandı, kimlərsə... Amma içdən gələn olsa, bəzən olur ki, uşaqlar söz xatirinə deyirlər, yəni, dedikdə veriyor. Amma təmiz içdən gələn var ki, misal üçün, kimisə ruhunu bir orada bildik ki, adam istəyir ki, mən elə həqiqətən özümü müsahidə tapdım, mən də istəyirəm ki, bununla məşğul olum. Var belə bir şeylər, kimin sözlərini alaq, kimin danışmaq istəyir. Hiç çəkinməyin. Biz de sıradan bir insanlar. Ne var ki burada? Kim danışmaq istəyir? Bax, nə danışsanız, sonra YouTube'da yerləşdiriləcək videonuzu özünüz baxasınız. Sonra peşman olasınız ki, mən niyə danışmadım? Bu Qəşəng xanım danışmaq istəyir, amma çəkinir deyirsən. Nəsə deməksən? Buyur, mən səni dinləyirəm. Hə, nə deyim bilərsən? Ümumiyyətlə, belə maraqlıdır. Aranızda müəyyən bir yaradıcılığı olan uşaq var. Nə ilə məşğul olan? Nəyləsə məşğul. Nə? Sazla məşğul olur. Musiqi. Boş vaxtlarınızda məsələn nələ məşğul olursunuz? Eşitmədim səni. Boş vaxtlarınızda nələ məşğul olursunuz? Nəsə dedin? Ancaq dərs edirsiz. Ancaq dərs. Boş vaxtınız qalmır sizin. Heç boş vaxtınız qalmır, nəyləsə məşğul olun. Ya telefon, ya film falan. Musiqiyə bağlansınız. Mütaliə edirsiniz. Onda benim sual edir, hamı YouTube'dan istifadə edir. YouTube'da ilk araşdırdığınız nə olur? Dərsdən nə olur? Məsələn, mən şagirdlərimə həmişə belə müraciət edirəm. Çünki texnoloji yolla gedəndə daha ürəklənir, tez yol tapmaq olur. Məsələn, qızım buradan başlayaq. Qızım, sən YouTube'da nəyi izləməyə xoşlayırsan? Kino. Mən əsasən tarix hadisələri olan kino. Onlardan nə olur? Yoxdur, içinizsən. Ben bir defa toxuma haqqında bir şeylərə baxmışdım. Maraqlı şeylər var idi, amma bacarmadım. Yox, yəni bacarmasan da onu izləməyə xoşlayırsan ən azından. Mən maraqlı gəldi. Yəni izləyəndə zövq verir də sən. Qızım sən? Mən heç araşdırdım, adlarına baxıram, maraqlı gələnləri görürəm. Bundan əlavə? Çox vaxt, yəni telefonda çox vaxt ancaq heç yox idi. Bəs sən? Bunlar istəyirəm. Əksəri kimdir? Əvvəlcə özünü təqdiminə zəhmət olmasın. Mən Aha, Xançiyə varmış. alim olar, neçənsi şagird? 8-ci sinif, 8-ə. Məsələn, dedin ki, toxumaq üçün marağın var.
baxdın və alındıra bilmədin. Səbəb məsələn nəyi görsən bu alınmamanın səbəbi nədir səncə? Vəsaitin olmadımı? Cəhd elədinmi müəyyən bir toxumaq üçün millər, toxumaq üçün iplər, belə şeylər var mı idi məhəldə? Bəli, mən var idi. Ondan məşğul olur. O nənəmə əşyalarından vermişdi, ondan biraz marağımı çəkdi. Başlığım biraz getdim, axırda nəsə axsaqlıq oldu. Bəli, inanın ki, oyma alətlərindən o qədər gözəl istifadə edilir və çox istədiyi belə baha qiymətə də yəni sata bilər. İçəri şəhərdə bilirsiniz də o müəyyən yarmarkalar keçirilir ki, onlar yəni həmin yarmarkalarda iştirak edir və yaxşı gəlirlər əldə edirlər. Kimlərəsə verirlər, tablolar çəkdirirlər həmin o ağacların üzərində və qəşəng oymaçılıqla məşğul olur. Bax, siz də o oyunla məşğul ola bilərsiniz. Aksini qaydanda müəllimə, bir dənə bu kəndlərdə qayıdını alsan da, dürüstlüklə saxsı əşyaların hazırlanması. Yəni, bax, bununla eləyə bilərsiniz. Yəni, bax, bu istiqamətlərdə biz, bax, bura gələn bu kollektiv sizə dəstək ola bilirik. Sizi həm materiallarla təmin edə bilərik, həm sizi o isteqalı, birbaşa nazirliyin özünə biz yönəldə bilirik. Yəni, bax, olsun. Biləyiniz var dolusçuluq haqqında bir məlumatınız var. Saxsı qablar hazırlanır. Biraz niyə? Sən elə gəlmir ki, o getməkdə də artıq o, belə baxırsansa, hər şeylə hazır. Siz saxsı qablarda pitiklə istifadə eləmişsiniz. Heç istəməzsən ki, saxsı qablarda digər yeməklərlə hazırlanıb pişirilir. Bax, düşüngülən ki, misal üçün bir təhər baxırsınız ki, müasir dövrümüzdə bizim üçün belə də yaxşı dövr, onu işləmək, yaxşı işləmək. Və sən düşünmürsən ki, o sənət ölüb gedəndən sonra, ümumiyyətlə silindən sonra necə onlar? Saxsı qablardan istifadə edin. Amma mən sizə bir də bir şey deyim, bax, mən Güney Avustraliyada baxırım, televiziyada izləyirdim. Bir İranlı gəlib Əbircanda bir sex açıb, özü üçün emalatxana açıb, təmiz gildən onlar bişirirlər. Çünki bilirsiniz də, indi hal-hazırda saxsı qabların bir çoxları onlar doğru dürüst bişirmədiklərinə görə insan orqanizmi üçün ziyanlılar da aşkarlanıb. O xanım deyir ki, bax, doğru dürüst biz onun bişirilmə texnologiyasından bütün də hər şey, bütün o texnoloji doğrusu əməl edirlər. Dedi, bunlar nə ziyanlı deyil, insanlar sevə-sevə onların nəyə ki, aksesuar kimi ya, hətta evlərini mətbəxdə istifadə də edə bilirlər. Bir İranlı gəlir mənim Azərbaycanımda bu səfər aça bilir də, amma mənim Azərbaycanımda bir təhər baxır. Yox, sənin fikrin yanlışdır, fikrindən dönür. Başqa nələr deyə bilirsiniz uşaqlar, başqa nə? Bax, fikirləriniz bizim üçün maraqlıdır. Təbii ki, hər biri uşaqlar oxuyub, əlaçı oldunuz, sonra düşünə bilirsiniz hara qədər. Qəşəng sənətkar ola bilərsiniz uşaqlar. Bax, buna tərəf gedin. Oxudunuz, qutardınız. Mən demirəm, təhsil almayın, təhsil mütləqdir, vacibdir. Amma hansı bir peşə ilə mütləq şəkildə məşğul olun. Sənətkar insan heç vaxt ac qalmır. Bilirsiniz də, bizdə atalar deyimi var ki, sənətkar günortaya qədər ac qala bilər. Günortadan sonra sənətkar ac qalmır. Çünki hər hansısa bir kimsə yaxınlaşır, onun nəyinsə bir hazırlanmasını xahiş edici adam aclığı daha keçirməyəcək. Ona görə uşaqlar mütləq şəkildə bir peşə ilə məşğul olur. Bəlkə bu bizim danışıqlarımız sizə bir başqa cür gələ bilər. Amma haçansa bizim dediklərimizin dolu-dürüst olduğunu görəcəksiniz. Yenə deyirəm, mütləq şəkildə bir peşə ilə məşğul olun. Həm özünüzə sizi sakitləşdirəcək, sinirləriniz o qədər də üstə olmayacaq. Həm əhatənizi toplayacaqsınız, qəlbinizə yaxın insanlar toplayacaqsınız, işləyəcəksiniz, hazırlayacaqsınız, zövq alacaqsınız. Hələ birini bir ucuz qiymətə də olsa birincisi və birinci ilə başlayır, ucuz qiymətə satacaqsınız və bundan da böyük bir keyif alacaqsınız ki, mən filan əl işimi. Misal üçün, mənim bir şagirdim var, 5-ci sinif şagirdidir. Öz əmisi qızına satmışdı, hazırladığı qolbaqlar və bundan da çox böyük bir keyif aldı. Mən satdım, 3 manatı bir qolbağımın birini satmışam. Və sevinə-sevinə oradan gəlib bizdən görüşmüşdük. Bizim deyəcəklərimiz bu qədər. Aha. Uşaqlar, yəni bugün sizin görüşünüzə gəldik.
Və burada indi biz sizin vaxtınızı çox almayacağıq, oturanda adam da darıxır da, həm də istəyir. Buradan çıxanda koridorda, orada o çayımız var. O hamısı sizin üçündür. Orada istəyənlər adam krujka ilə çayınızı götürürsünüz. Piroşkalardan da ürəyiniz istəyənin birini götürürsünüz. Orada çay içirsiniz, bir-birinizlə müsahib olursunuz, söhbət edirsiniz. Sizin başqa nəysə bir tövsiyəniz, tövsiyə biz veririk sizə, amma sizin nəysə bir ürəyinizdən keçən bir şey varmı ki, mən bunu eləmək istəyirəm, amma bunu bacarmıram, mənə kömək lazımdır. Hər birimizə uğurlar arzulayırıq. Bizə çox xoş oldu. Düşünürəm ki, inşallah sizə də xoş oldu. Ən azı məlumat topladınız. Bizim məktəb Lasır rayonu Quşçukent orada məktəbi adlanır. Mən deyərdim ki, biz kəndimizin adını bir ocaq kimi saxlamışıq. Sanki bizim kənd Bakı şəhərində bir muzeydir. Niyə? Çünki Quşçu kəndini demək olar ki, Respublikamızın hər bir yerində tanıyırlar artıq. Mən də öz təşəkkürümü bildirirəm bu tədbiri təşkil elədiyi üçün Faiq müəllimə. Çox sağ olsun, şagirdlərimizi maarifləndirdi. Bu bizə çox bir yaxşı, necə deyim, şagirdlərimizin yadında qaldı. Bir var eşitmək, bir var gözlə görmək. Onlar gördülər bunu, çox sağ olsun, motivasiya oldu, bilmədiklərimizi öyrəndik. Çox sağ olsun, biz də inşallah, davamı olar inşallah. Biz də bunu Laçında təşkil eləyərik, daha böyük.